Noyabrın 28-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində çətinliklərin yaranması mümkündür. Konkret az məlumat verir ki, bu barədə Azercell Telekomun yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə olunması imkanı təmin olunacaq. Ancaq bu çətinliklərin nə qədər davam edəcəyi və təkmilləşdirmə işlərinin nə vaxt bitəcəyi açıqlanmayıb. Əlavə edək ki, Azercell xidmət keyfiyyətinin daha da artırılması adıyla mütəmadi olaraq təkmilləşdirmə işləri aparır və hər dəfə sözü gedən çətinliklərin yaranması qaçılmaz olur. Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucov azadlığa buraxılıb. Mətbuat Az APAya istinadən məlumat verir ki, Əziz Orucovun cəza müddəti bugün bitib və o, Ədliyyə Nazirliyinin 16 saylı cəza çəkmə müəssisəsindən azadlığa buraxılıb. Əlavə edək ki, Əziz Orucov 27 noyabr 2023-cü ildə saxlanılıb. Səbail rayon məhkəməsinin hökmünə əsasən Əziz Orucov 2 il müddətə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə Aşağı İnstansiya Məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.